Səni itirməkdən qorxmayan bir insan üçün özünü tükətmə. Çünki bir insan səni həqiqətən sevəndə, səni itirmək ehtimalı belə onu narahat edir. Amma bəzi insanlar var ki, səni yalnız sən verdiyin sevgi üçün istəyirlər. Sən isə onları qalmağa razı salmaq üçün daha çox anlayış göstərirsən, daha çox susursan, daha çox güzəşt edirsən. Və bir gün fərqinə varırsan ki, münasibətdə 2 nəfər yox, sadəcə sən mübarizə aparmısan. Unutma, səni həqiqətən sevən insan sənə sevgisini hiss etdirmək üçün çalışar. Səni sevib sevmədiyini düşündürən insan üçün isə özünü yorma. Çünki əsl sevgi insanı çaşdırmır. Əsl sevgi insana güvən hissi verir.